Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Allahdan gözəl və böyük nümunə yoxdur. Allah öz mərhəmətini və rəhmini vurğulayaraq nümunə götürməyimizi istəyir. Və bu cümlədə tövbənin ilk nümunəsi üzə çıxır. Mərhəmətsiz və rəhimsiz olmağımıza tövbə, mərhəmət və rəhm isə bağışlamaq bacarığından başlayır. Təsadüfi deyil ki, Peyğəmbərlərin hamısı mükəmməl barışma qabiliyyətinə sahib idilər. Çünki onlar rəhmin və bağışlamaq bacarığının nə qədər səvab və Allahla, kainatla əlaqəmizə caddi olan şuuraltımıza, eyni zamanda ruhumuzun inkişafına nə qədər faydalı olmasını bilirdilər. Təsadüfi deyil ki, müasir psixologiya və psixiatriya sahəsində həmçinin bağışlama bacarığına böyük önəm verilir. Məsələn, şiddətli depressiya və ya əsəb gərginliyindən mütəxəssisə müraciət etdikdə, onunla söhbət əsnasında məlum olur ki, bu gərginliyin və ya depressiyanın səbəbi kimi ömrümüzdə bağışlaya bilmədiyimiz insanın olması üzə çıxır. Və psixiatr bizə dərman preparatları ilə paralel həmin insanı bağışlamağa tövsiyə edir. Beləliklə, Fatihə surəsinin ilk ayəsini namazda söyləyərkən, biz rəhimli olmağımız üzərində işləmək və təbii ki, rəhimsizcəsinə yaşamağımıza tövbə etməyimizi iddia etmiş oluruq. Çünki Fatihə surəsinin ilk ayəsi bizi rəhimli olmağa çağırır.